Deməli belə. Gəlmişik belə açılığa, hər cürə insan. Doludur belə də. Halbuki yarış dünən olub qutarıb. İncən bunu çıxartdılar. Burada da bu atlar var. Hansı ki deyirdik. Onu biraz əzizlədi getdi. Bu da ərəb atıdır. Adları yazılırdı. Budur, Ceyran adını qoymuşuq. Qəşəng. Bu lap ehmaldır. Əzləyirsən belə. Heyf ki, baça bilər ya buradan bu kilitdir falan da, amma təbii ki, yaxşı deyil də. İstiyorlar. Bu da Şinay adını eşitmişdim ki, yazılmışdı. Bu da otursa 50 manat. Manat nə idi? Yəni ərəb atıdır daha doğrusu, 10 manatdır bunlar. Buradan çıxartdılar bu. Necə görüb? Gəl görək. Onu çəkirdim, bax qaldı belə. Ona bak, bak yaxındadır, ona bak. Sağ ol, deməli belə. Nətərlə. Hey! Bu binaçılıq bugün dünənləri yarış olub, deməli. Bax, necə yerində bəyaqdan döyənəyə vurur. Bu təzə gənc, 4-5 yaşında olar xüsusilə. Ona bax, meydandır. Belinin arxalığına bax. Noyabrda, oktyabrda baxırdıq. 30.000 TL idi Türkiyədə. Noyabrda baxırdım axırıncı. Orada açılıqla bağlı hər gün baxırdım. Bu meydan suluyur hər tərəfli ki, buna gəldi. Getməyə buna bax. Oy oy oy. Belə əziz izləyicilər, orada da ayrı at var, çəksəm çox olar. At qasısı açılışdı, yerdə ağnadı. Ağnadı bunlar həqiqətən də. Bu yaş, torpağın sonu eliblər, bax yaşdır ya amma. Burada əslində balaca polilər gəzilir yayda. Bura gələnlər bilər hamısı. Pirşağıdakı ömərçilik ayrıdır, bir də var sərhədçi gənclikdə, bir neçə atçılığımız var. Amma bu tamam ayrıdır. Quşların da səsi doludur, qara toyuq, bülbül var burada. Sığırçın heç səhərsə. Ümumiyyətlə 20-yə yaxın quş növü var burada. 20-dən daha doğrusu mən saymışam, əvvəllər lap çox idi. İndi açılış yüyəni salındı. Yavaş biraz oldu. Lap o cizgi filmdə var ya, o kinoda, animasiya kinosundur. Filmdə ata əhəlləşdirmək istəyirlər, saxlayıblar belə. Hər kəsi heyran qoydu, hər kəs baxır buna. Gəzir meydan olur, bir ki sanki başına meydan salır orada eləniz. 44. Bütün geniş yerdə, həqiqətən də gün açığı gəlib istirahət eləməksə, biz burada Dünya polo, çempionatı polo, ha? Burada işləsəydim gəlmişdim də, o çətin atlara baxma.